Deyirəm insanları sevgi nə günə qoyur. Bütün yol boyu maşın sürəndə kitaba qulaq asıram. Ya mahnıya qulaq asıram, ya kitaba qulaq asıram, belə istirahət eləyə. Çünki həzm eləmək də lazımdır axı. Elə belə qulaq asanda mənası olmur, gərək təhlil eləməyə də vaxtın olsun. Və ən çox düşündüyüm, pasientlərin əsasında təhlil elədiyim, gördüyüm odur ki, sevgi insanı hər günə qoyur. Oyadır, öldürür, yaşadır, soldurur. Sonra ümid verir, sonra bütün ümidlərini əlindən alır. Sonra, nə bilim, bütün duyğuları bəlkə də yaşadır. Bəzən insanı yaradana çatdırır, bəzən həyatı hiss etməyə çatdırır. Bəzən bütün hisslərini öldürür və məhv edir. Yəni, bir hiss, hansı ki, idarə etmədiyimiz əslində bir hiss, həyatın bütün növ keçidlərini, hisslərini, emosiyalarını yaşada bilir. İnsan nəyisə hiss etməyəndə özünü canlı hiss edə bilmir. Amma paralel olaraq da heç kim qarantiya vermir ki, sevgi həyatınızı yaxşılaşdıracaq. Amma insanlar bunun üçün çox çalışır, çox istəyir və ömür boyu da axtarır. Deyirlər ki, qorxuram maşın sürməyə, məsəl üçün də qəza ola bilər. Qorxuram samolyota minməyə, qorxuram nəsə olar. Nə bilim, qorxular çoxdur. Sevgidən də düzdür qorxanlar var, amma yəni hadisələr heç maşınla gedəndə o qədər baş vermir ki, insanların başına sevgidən dolayı hadisələr çox gəlir. Və həyatın macəralı hissəsinə aid olur bu. Ta ki, məsuliyyətlər olmayana qədər, ta ki, hər hansısa bir ciddi keçid olmayana qədər. Məsuliyyət dedikdə, məsəl üçün, kiminsə məsuliyyətini götürmək olsun və yaxud da ki, məsəl üçün, uşaq varsa, uşağın məsuliyyətini götürürsən, iş qurmusansa, şirkətin məsuliyyətini götürürsən, nə bilim, ev almısan, evin məsuliyyətidir, maşın almısan, maşının məsuliyyətidir və hər birinin öz ciddilik payı var, hər biri hansısa bir ciddiliyi insandan tələb edir. Və bu ciddilik artdıqca, məsuliyyət hissi artdıqca, həyata çox ciddi baxdıqca, beyin daha çox aktivləşdikcə emosiyalar, hisslər başlayır sakitləşdirməyə, aşağı düşməyə başlayır. Və burada insan sevgidən uzaqlaşırmı desək, bilmirəm nə qədər düz deyərəm. Amma həyatına birdən-birə sevgi gələndə bu beyin sönür, emosiyaları, hisslər başlayır oyanmağa və insan yenidən yaşadığını hiss edir və bunun üçün bəzən bütün o ciddi yanaşdıqları, məsuliyyətini götürdükləri də dağıdıb tökür. Çünki fikirləşir ki, mən yaşamaq üçün gəlmişəm, yaşamağımı hiss etmək üçün gəlmişəm. Bəli, hər birimiz yaşamağı hiss etmək üçün gəlmişik, yaşamaq üçün gəlmişik. Bəzən deyirlər, həyatın məqsədi nədir? Deyirəm, həyatın özü. Deyirlər, çox məntiqsiz cavabdır. Deyirəm, təşəkkür edirəm. Məncə də çox məntiqsizdir. Çünki həyatın özündə məntiq axtarmaq özü bəlkə də bir məntiqsizlikdir. Çünki bu məntiq dünyası deyil. Sistemdir, bəli, amma sistemin içində hissləri, emosiyaları yaşayıb özünü kəşf etmək və eksperimental bir nə də deyə bilməyəcəm. Eksperimental oyundurmu, sistemdirmi, sadəcə eksperimentdirmi? Yəni bunu heç birimiz bilə bilmərik əslində. Çox ağıl danışmayaq. Amma orası bəllidir ki, insan həyatının enerjisini, o həyatın dolu enerjisini sadəcə hissləri və emosiyaları olanda hiss edə bilir. Həyatda nəyisə istəyəndə, nəyisə arzulayanda, nəyisə ona maraqlı gələndə, rezonans hiss eləyə biləndə o yaşamaq hissini artırmağa başlayır. Bəzən insanlar niyə yanlış insanları seçirlər? Təbii ki, burada qorxulardan danışmayacağım. Qorxulardan da dolayı ola bilir. Tək qalmaq qorxusu, sevilməmək qorxusu, nə bilim, sevmək qorxusu, uşağının olmayacağı qorxusu və yaxud da ki, çox fərqli ola bilər. Yəni, qorxulardan dolayı qurulan münasibətlər də, ailələr də var. Və sevgi ümidi ilə qurulan münasibətlər də var.
Amma insan başa düşməlidir ki, bizim hisslərimiz, emosiyalarımız başqa insanlar vasitəsilə oyansa da tam da o deyil. Yəni insanlar önəmlidir, vacibdir. Enerji mübadiləsi üçün vacibdir, olmalıdır həyatımızda. Amma bütün məsuliyyəti hisslərimizin, yaşamaq eşqimizin, yaşamaq enerjimizin bütün məsuliyyətini başqa insanlara yükləmək çox yanlış olar. Çünki onların da öz həyatı var. Hər kəs öz həyatını yaşamağa başlayanda siz qalırsınız enerjisiz. Ona görə məsəl üçün qadınlarda partnyorla daha çox vaxt keçirmə ehtiyacı yaranır. Çünki kimsə ona gözəl baxmalıdır, kimsə ona yaxşı baxmalıdır, kimsə onun yanında olmalıdır ki, o özünün enerjisini yüksək tuta bilsin. Çünki əsasən qadınlar enerjilərini, özlərini qurban verməyə meyillidirlər. Çünki analıq instinktidir. Bu analıq instinkti təəssüf ki, yoldaşa da yansıyır, dostlara da yansıya bilir, hər yerə yansıya bilir. Qadın özü özünə, amma o ana olmaq istəyəndə başlayır öz anasına oxşamağa. Əgər anası da ona qarşı çox mərhəmətli davranmayıbsa, o da özünə çox da mərhəmətli davranır. Biz özümüzə valideyn olaraq içimizdəki uşağa böyüməyə, yaşamağa, əylənməyə, yaratmağa, özünü kəşf etməyə, eksperimentlərini aparmağa icazə verməliyik. Təbii ki, bəlli bir qoruma hissi içində, bəlli bir təhlükəsizlik anlayışının içində. Çünki biz əgər özümüzü tam emosiyalara buraxırıqsa, belə deyək, tam ruhumuza buraxırıqsa, ruh da bu dünyanın sistemini tam olaraq görmür desək daha doğru olar. Amma məntiq, beyin, artıq instinktiv bir məlumat var bizim içimizdə, o bilir. Ona görə də biz ruhumuza ifadə olunmağa icazə verməliyik, amma zehnimizlə də onu qorumağı bacarmalıyıq. Qorumaq limitləmək deyil, əksinə qorumaq onun yavaş-yavaş, düzgün şəkildə çiçək açmasına dəstək ola bilməkdir. Və burada artıq biz yaşamaq enerjisini içimizdə, ruhumuzu oyaqda saxlaya bilirik, yaşamaq enerjimizi də oyaq saxlaya bilirik. Və əgər yanımızda insan varsa biz bir yerdə daha da güclənə bilirik, amma yanımızda o insanlar yoxdursa biz çökmürük. Biz həmən o enerjini yenə də yaşamağa davam edirik. Özümüzlə bərabər və yaxud da ki, təbiətdə də onu hiss eləyə bilirik, yaratdıqlarımızda da hiss elətdirə bilirik. Hətta bir çiçək belə yetişdirə bilərik və o enerjini gözəl-gözəl yaşaya bilərik. Enerji bizim içimizdədir. O yüksəliş də bizim içimizdədir. Əgər biz özümüzdə onu oyada biliriksə, parlaya biliriksə, biz asanlıqla həyatımızı da parlada bilirik. Yanımızdakı insanlar da avtomatik olaraq aktivləşir. Və bu o demək deyil ki, biz məsuliyyət daşıyırıq bizim ətrafımızdakı insanlara nə hiss edilən. Xeyr, amma onlar da məsuliyyət daşımır. Ona görə də biz nə yaşamaq istəyiriksə ona baxmalıyıq və içimizdə də onu yaşamağa, yaşatmağa, özümüzə öyrətməliyik. Çünki necə ki bir valideyn, bir müəllim öyrədirsə öz uşağına, tələbəsinə, eyni şəkildə də biz əgər fərqli bir şey yaşamaq istəyiriksə, bizim başqa bir xəyallarımız, arzularımız varsa, biz öz bədənimizə, özümüzə öyrətməliyik ki, bunu necə yaşamaq olar, nələr eləyə bilərsən, araşdırmalıyıq və özümüzə bunu yaşatmağı öyrətməliyik. Və enerji dəyişim proqramında da mən tələbələrimə bunu öyrədirəm. Çünki bunu hazır şəkildə yəni tapmaq real deyil də. Məsələn, mən yaşamaq istəyirəm, mən necə bacarım bunu? Və yaxud da ki, özümü tapmaq istəyirəm, ifadə etmək istəyirəm, parıldamaq istəyirəm, necə edim? O qədər ətrafda məlumat var, sistemli məlumat deyil. Və müəllimlə gediləndə bu daha keyfiyyətli, daha sürətli və daha parlaq ola bilir. Ona görə də enerji dəyişim proqramında biz sizi parıldadırıq. Belə deyək, enerjiniz daha yüksək olur. Yaşayış enerjiniz içinizdə belə yaşam enerjisi hərəkət eləməyə başlayır. Oyanırsınız, parıldayırsınız, yaşayırsınız. Müəlliminiz də olur, sual verəcəyiniz insan da olur. Öz gedişatınızı göstərə biləcəyiniz insan olur. Öz nailiyyətlərinizi belə deyək, paylaşmaq, öz nailiyyətlərinizi paylaşa biləcəyiniz də insan olur. O da mən oluram, sizin müəlliminiz oluram. Və mən tələbələrimlə bu yol getməyi çox sevirəm, parıldatmağı çox sevirəm və enerjini, dəyişimi sizdə görməyi çox sevirəm. Onun üçün də çalışıram və bacardığım qədər, gücüm çatdığı qədər də davam edəcəm. Amma bunun üçün sizin dəstəyiniz də lazımdır. İzləyin, fikirlərinizi yazın, mən də sizdə olan prosesləri hiss edə bilim. Hələlik.